Mərhum əməkdar artist Qurban Qasımovun oğlu xanəndə Habil Qasımov vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, Naxçıvan Dövlət Filarmoniyasının solisti olan Habil Qasımov ötən gün dünyasını dəyişib. Qeyd edək ki, tanınmış sənətkar Qurban Qasımov Naxçıvan Muğam Məktəbinin inkişafı və təbliğində mühüm rol oynayıb. Allah rəhmət eləsin. Qəbələdə boğazından cərrahi əməliyyat edilmiş 16 yaşlı Məlikə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qafqaz İnfo bildirir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin həkimi Elçin Mahmudov barəsində ittiham edici hökm çıxarılıb. Qəbələ rayon məhkəməsinin hökmü ilə o 3 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa Elçin Mahmudovun 1 il 6 ay tibb fəaliyyəti göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd olunub. Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məlikə Məmmədova Qəbələ rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə 3 gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada vəfat edib. Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci səhlənkarlıq ölümlə nəticələndikdə maddəsi ilə cinayət işi açılıb. Gəncə şəhərin Məsəti qəsəbəsində 2 nəfərin davası baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Elvin Aliyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında mübahisə düşüb. Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə dava istixananın suvarılması ilə bağlı düşüb.